Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib. Fonddan xəbərə doğruya verilən məlumata görə vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır. Fəhlə torpağı qazarkən həyatının şokunu yaşadığı inanılmaz hadisə, Anqolada inanılmaz hadisə baş verib. Qlobal Net mətbuat aza istinadən xəbər verir ki, mədən ərazisində qazıntı işi aparan fəhlə almaz tapıb. Məlumata görə, fəhlənin tapdığı çəhrayı almaz olduqca nadir tapıntıdır. Sonuncu dəfə belə almaz 300 il əvvəl tapılıb.